Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Cəlilabad sakini Masallı rayonunda bədbəxt hadisə nəticəsində həyatını itirir. Məlumata görə, hadisə bir neçə gün əvvəl Masallı rayonu ərazisində yerləşən çayda baş verir. Cəlilabad rayonunun Göytepe şəhər sakini 2003-cü il təvəllüdlü Coşqun Quliyev çaya tullanan zaman boyun nahiyəsindən xəsarət alıb. O, müalicə aldığı xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır. Allah rəhmət eləsin, yaxınların əzizlərinə səbr diləyirik. Azərbaycan ordusunun giziri Tunar Ağayev dünyasını dəyişib. Xəbər verilir ki, hərbi qulluqçu sağlamlıq problemi səbəbindən dünyasını dəyişib. Tunar Ağayev Naxçıvan Muxtar Respublikasında yerləşən Milli Müdafiə Universitetinin Heydər Əliyev adına hərbi liseyində bölüyün baş çavuşu vəzifəsində çalışır. Allah rəhmət eləsin, yaxınların əzizlərinə səbr diləyirik.